Xalq artisti İlham Namiq Kamalın oğlunun toyu olacaq. Bu barədə əməkdar artist Əkbər Əlizadə qonaq canlı verilişində deyib. Aktyor bildirib ki, 77 yaşlı sənətçinin övladının toyu iyunun 1-də olacaq. Qeyd edək ki, İlham Namiq Kamalın 2 qız və 2 oğul övladı var. Əməkdar artist Əkbər Əlizadə qonaq canlı proqramında qonaq olub. Verilişə aktyorun xanımı Səbinə Əlizadə də gəlib. Xanımı bugün 49 yaşı tamam olan sənətçini bu sözlərlə təbrik edib. 21 ildir bu üzük barmağımdadır. Əkbərə arzum odur ki, həmişə belə yaraşıqlı cavan görünsün. Sənətini çox sevir, həmişə zirvədə olsun və bilsin ki, ailəsi, tamaşaçıları onu çox sevir. Yeni yaşın mübarək. Qeyd edək ki, Əkbər Əlizadənin 2 qızı və 1 oğlu var.